Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu ala Rasulillah. Əmmə ba'd. Ən birinci Allahın bütün neymətlərinə görə bizim uca Rabbimizə şükürlər olsun. Allah Teala bizə böyük neymətlər verib. Şükür Allaha Ramazana çatdırıb, şükür Allaha bizi müsəlman kimi yaratıb ən birinci və bizə doğru yolu göstərib və sonra bizə əminamanlıq verib və sağ-salamat Ramazana çatdırıb və ibadətlərimizi edirik. Allah hamd olsun. Və Allah bizə olan neymətləri daha da çox atsın. Və sonra, sevimli qardaşlar, bilirsiniz ki, bugün 27-ci gecədir. Artıq məğrib namazından sonra keçdi 27-ci gecə. Və Qədir gecəsi axırıncı 10 gündədir. 10 günün bir gecəsindədir. Və onun da tək günlərindədir. Və tək günlərinin də 27-ci gecəyə daha çox ehtimal olur. Amma ümumiyyətlə, axırıncı 10 gündədir. Tək günlərdə də ola bilər, cüt günlərdə də ola bilər. Axırıncı 10 günü çalışmaq lazımdır. Yəni, onun da hikməti odur ki, bizə bildirilməməsi, qoy möminlər çox çalışsın. İbadətlərdə, zikirdə, Quran oxumaqda, Allahı xatırlamaqda və s. Onun faydası odur ki, Allahın hikmətidir. Yəni, əvvəl bəzi rivayətlərə görə, əvvəl Qədir gecəsi bilinib vaxtı və Allahın hikməti ilə, elmi ilə, əzəli, əbədi elmi ilə unutdurulub sonra. Və belə şeylər olur ki, məsələn, həmin o 10 gündə daha çox çalışasan və daha çox faydalı işlər görəsən. Və bugün də 27-ci gecədir və bu gecə xüsusən seçilir. Yəni, bu gecə xüsusən seçilir. Ümumiyyətlə, Qədir gecəsi 27-ci gecə dedim ki, daha çox ehtimal olunan gecələrdəndir. Allahu aləm. Və Qədir gecəsi nədir? Qədir gecəsi Qədir sözündəndir. Yəni, qədərlərin yazılması var orada. Bilirsiniz ki, illik qədərlər yazılır. Yəni, insanın nə olması, hara getməsi, nə qazanması, nə eləməsi, yəni, onlar illik qədərlər yazılır. Ona görə Allah Subhanahu Qədr surəsi var. İnna ənzəlnahu fi leylətil qadr. Biz onu Qədir gecəsində nazil etdik. Və başqa bir ayətdə Allah Subhanahu buyurur ki, biz onu mübarək bir gecədə nazil etdik. Və o gecə Ramazan ayında Qədir gecəsidir. Yəni, Quran nazil olub və onun fəziləti çoxdur. Həmin o gecənin və mə ədrakə mə leylətul qadr. Sən nə bilirsən ki, Qədir gecəsi nədir? Yəni, onun o cür əzəmətli, o cür savablı bir gecə olması haqqında sən yaxşı bilmirsən. Məlumatın yoxdur. Və onu sən dəyərin bilsəydin. Və Qədir gecəsi, bilirsiniz ki, əsas orada qədərlərdir dediyim kimi, orada Cəbrəil əleyhissalam, mələklər nazil olur. Ümumiyyətlə, umumi qədərlər hamısı lövh-i məhfuzda yazılıb. Allah Subhanahu yeri göyü yaratmamışdan 50 min il qabaq qədərləri yazıb, hər bir şey. Qələmlər qalxıb, mürəkkəb quruyub artıq. Və o umumi yazılan qədərlərdir. O dəyişilməzdir. Və onun içində var, oradan gəlir, 50 min il qabaq yaradıb, bütün məxluqatın, bütün nə varsa, hamısının haqqında oradan yazılıb. Hatta İbn Abbas radiyallahu anhuma deyir ki, əlini yanağına qoymaq da, dirsəylənmək də nədir? Qədərdə yazılır. Yəni, hər bir hərəkətin, hər bir kainatda olan hər bir şey Allahın qədəri ilədir, Allahın xəbəri ilədir, Allahın xəbəri var ondan. Yəni, heç nə Allahın izni olmadan olmur. Və ona görə də bu gecənin fəzilətli bir gecə olmasına işarət edir. Və mə ədrakə mə leylətul qadr. Ona görə bunu birinci bilmək lazım. İnsan onu başa düşəndə, biləndə ona çox çalışan şeydir. İnsan övladı bilmədiyini düşməndir, necə deyərlər. Və bildikdə insan çox çalışır. Və həmin bu gecə təsəvvür elə ki, qədərlər sənin üçün gəlir. Sənin qədərin. Sənin bir illik yaşayışında olan məsələlər var orada. Yəni, kim istəməz ki,
yaxşı olmasın. Əlbəttə ki, sən onu xeyir istəyərək, tövbə eləyərək, yaxşı işlər görərək, yaxşı niyyət eləyərək çəkirərsənsə, əlbəttə ki, inşallah sənin üçün nədir? Xeyir gələr. Və əlbəttə ki, bunlar Allah Subhanahu Taala qullarına nədir? Onların etdiyi dualar, onların etdiyi əməllər, əlbəttə ki, Allah Taala əvvəldən bilir və onlar sənə fayda verir. Yəni, sənin qədərinin, sənin ruzivin, sənə gələn bəlanın qarşısını almaqda, yəni onlar dəyişilir. Ola bilər. Amma Lövh-i Məhfuzdakilər nə cür yazılıbsa, o cür qalır. Və əlbəttə ki, sonra Allah Subhanahu Taala buyurur ki, Leylatul Qadri xayrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan xeyirlidir. 1000 ay 83 il təqribən. Yəni 83 il bir insan ömrüdür. Öyle yaşamaq olmur ona. Yəni o ildən, o 1000 aydan daha xeyirlidir. Daha xeyirlidir hətta. Yəni orada artırma da var. Və insan yəni bir gecədə yəni əziyyət çəkir. Əlbəttə ki, yuxusuz qalır, yorğun olur. Və Qədir gecəsinin ümumiyyətlə daha yaxşıdır ki, yəni o gecə elə bil ki, əhyad, yəni Rasulullah sallallahu əleyhi və səlləm yəni diri olmaq mənasına gedir. Yəni yuxusuz, yəni ibadətdə bu cür keçirir. Daha yaxşıdır ki, Qədir gecəsinin əfsəldir ki, yatmayasan. Yəni gecəni ibadət edəsən. Gecəni ibadətlə keçirəsən. Amma ola bilər ki, məsələn, insan yorğundur, müəyyən bir qədər yarıya kimi məsələn ibadət edər, sonra yatar və yaxud da yarıya kimi yatıb sonra durub ibadət edər. Amma ən yaxşısı Qədir gecəsində oyaq qalmaq, o gecəni səhərə kimi ibadət etmək, dua etmək və buna görədir. Və o bir ay, yəni az deyil, onu qazanmaq bir insan ömrü, yəni qazanmaq hələ də yəni asandır deyil. Sadəcə Allah kimi üçün asanlaşdırıbsa, onun üçün asandır. Və həmçinin həmin gecə mələklər nazil olur. Ruh Cəbrail əleyhissalama deyir, yəni o vəhiy gətirəndir. Hər bir şey nədir? Ayrılır, yəni yerində yazılır, hər bir şey, qədərlər yazılır və s. Yəni xeyir, kimə nə gəlməlidir, xeyir gəlməlidir, bəla gəlməlidir, kimdən nə alınmalıdır, kimdən nə... Hamısı buna deyirlər illik qədər. Və həmin gecə də səhərə kimi əmin-amanlıq içərisində olur. Həmin gecə əmin-amanlıq içərisində olur, sakitlik olur, rahatlıq olur. Və ona görə də yəni, bu gecəni ibadətlə yaxşı keçirmək lazımdır. Yəni, xüsusən bir 27-ci, bəzi olur ki, təkcə bir 27-ci gecəyə çalışır. Yox, axırıncı 10 gündədir, dediyimiz kimi, yəni fəzilət, yəni ehtimal olunan günlər daha doğrusu, onlar gəlir, nədir, tək günlərə və nədir, 27-ci gecəyə. Və ona görə də çalışmaq lazımdır ki, qazanasan. Ümumiyyətlə, bu qaydanı həmişə yadda saxlayın ki, hər hansı bir əməl, istəyir namaz, istəyir dəstəmaz, istəyir həc, istəyir ümrə, istəyir Qədir gecəsi, istəyir cümə namazı, istəyir bayram namazı, hamısının fəziləti var. Özünüz bilirsiniz ki, məsələn, zikirlər var. Sadəcə onları yəni, sünnəyə uyğun olduğu kimi etmək lazımdır. Sünnəyə olduğu kimi, yəni. Nə cür gəlibsə, o cürdə etmək lazımdır. Əgər sən əməlin qəbul olmasını istəyirsənsə, necə gəlibsə, o cürdə qəbul etməlisən. O cür əməl etməlisən. Yox, əgər sən onu dəyişdirərsənsə, o səndən qəbul olmaz. Nətər ki, Rasulullah sallallahu aleyhi və səlləm hədis şərifində buyurur ki, kim bizim bu gətirdiyimiz əmrimizə, yəni dinimizə müxalif olarsa, ondan qəbul olmaz. Ondan qəbul olmaz. Və əməllərin qəbul olması üçün də iki şey var. Onlar mütləq şəkildə lazımdır. Biri ixlasdır, xüsusən Allah üçün olmalıdır, xas, başqa heç bir şey şərik qoşmaq olmaz, riyakarlıq olmaz və bir də ki, Allah və Rasulunun buyurduğu kimi olmalıdır. Bunlar qəbul olunmaq üçün əsas şərtlərdən. Yoxsa əməl nədir? Qəbul olmur. Ona görə də hər bir insan çalışmalıdır ki, buna dəqiq şəkildə, diqqətli şəkildə neynəsin? Əməl edəsin. Yoxsa əks təqdirdə onun əməlləri nədir? Qəbul olmaz. Və ona görə də çalışmaq lazımdır ki, hər bir əməl. Məsələn, bəzisi olur ki, deyim, mən məsələn, namazı qıldım. Namaz, fərz namazdır. Namazı qılırsan, namazdan da görürsən ki, yəni, ya
ya nə olur? Tez rükuda tez eləyir və yaxud da səcdəni düz eləmir və rükunu düz eləmir. Məsələn, baxın, adam namaz qılır. Amma deyir, əgər adam 60 ildir namaz qılır, ancaq onun namazı qəbul olmur. Niyə? 60 il ibadət edir. Nəyə görə qəbul olmur? Deyir ki, rükunu yaxşı eləməyib, səcdəni yaxşı eləyib, düz eləyib və yaxud da səcdəni düz eləməyib, rükunu yaxşı eləyib. Yəni, təsəvvür edin ki, adam 60 il ibadət edir və onun etdiyi ibadət qəbul olmur. Səbəb, onun düzgün tələb olunduğu formada etmədiyinə görə nədir? Olur. Ona görə də biz də çalışmalıyıq ki, əməl eləyək. Yəni, Ramazan ayda, Ramazanda da oruclara da aiddir. Orucları da gerək elə tutmalısan, elə etməlisən ki, yəni səndən qəbul olsun və həmçinin qədir gecələri, yəni dua ilə, zikirlə ola bilər, yığılışırlar, məsələn, bəzi yerdə otururlar səhərə kimi qeybət, söhbət, çay. Yəni, əksindən onlar günah daşıyırlar. Günah, mən gecəni yatmadım. Amma çalışmaq lazım ki, müəyyən qədər Quran oxuyasan, zikir eləyəsən, Allahı xatırlayasan və dediyim kimi, həcə getdim, gəldim və yaxud da mən namaz qılıram. Ya, bunlar insanın dərəcəsini qaldırmaq üçün olan əməllərdir. Yəni, əsas insanın sədəqə verməkdir, fitrə zəkatı, könül xoşluğuna verəsən gerək, ibadətləri könül xoşluğuna eləyəsən gerək, sevərək, həm qorxaraq. Yəni, bunlar hamısı şərtdir. Ona görə də biz də çalışaq ki, bu gecədə özümüz üçün qazananlardan olaq və məsələn, ailəmiz üçün, qohumlarımız üçün, xalqımız üçün, dövlətimiz üçün, müsəlmanlar üçün dualar edək. Əlbəttə ki, müsəlmanın duası təsəvvür edin ki, qədəri dəyişir. Görün, dua nə qədər böyük bir silahdır və ondan həmişə istifadə eləmək lazımdır. Və həmişə lənət oxumaq, söymək, tərbiyəsiz sözlər istifadə eləmək, bunlar İslama aid olan şeylər deyil. Yəni, bu İslamda gəlməyib. Bilirsiniz ki, hətta qiyamət gündə çoxlu lənət oxuyan, söyüş deyən adamın şəhadəti qəbul olmur, şahidliyi. O şahid ola bilməz, çoxlu lənət deyirsə. Və ona görə də biz də çalışmalıyıq. Həmişə dilimiz dişildə olsun, dilimiz xeyir danışsın, dilimiz yaxşı şeylər dua eləsin və biz də bu gecə, bu mübarək gecədə Allahdan istəyirik ki, Allah Taala bizi doğru yola yönətsin, hidayət versin. Qohum əqrəbamıza, cəmaatımıza, xalqımıza Allah hidayət versin, doğru yola yönətsin və Allah Taala bizə rəhm eləsin, Allah Taala bizdən qəbul eləsin. Allah Taala ölkəmizi daim xeyir içərisində etsin, əmin-amanlıq içərisində etsin və ölkəmizi düşmənlərdən qorusun, müharibədən qorusun, xəstəlikdən qorusun hamımızı və həmçinin bütün müsəlmanları, Allah bütün müsəlmanları bağışlasın, Allah onlara rəhm eləsin, ölənlərə və dirilərə və Allah Subhanahu taala əsgərlərimizi qorusun, hərbiçilərimizi qorusun, bizim əmin-amanlığımızı qoruyan balalarımızı qorusun və Allah Taala ölkə başımızı qorusun, onun xeyir içərisində etsin. Allah bütün səfərlərini uğurlu etsin, xeyirli etsin, haqqın cəhətçisi etsin, haqq üzərində onu ucatsın və Allah Taala ona sağlamlığı versin. Allah Taala bizim bilə-bilə etdiyimiz, bilmir etdiyimiz günahlarımızı bağışlasın. Allah Taala bizə həmişə xeyir qapıları açsın. Allah Subhanahu taala bütün müsəlmanlara kömək olsun. Allah Taala qardaşın evinə, malına bərəkət versin və Allah Subhanahu taala bizi bəlalardan, müsibətlərdən, şərdən, şər əhlindən, fitnədən qorusun. Allah razı olsun. Subhanakallahumma bihamdik, nəşhədu an la ilahe illa ente, nəstəğfiruke və nətubu ileyk. Allah razı olsun. Təbarəkallah.